Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və hazırda bizi dinləyən bütün dəyərli dinləyicilərimiz. Hər birinizi bu nurlu və sevgi dolu bahar səhərində ən səmimi duyğularla salamlayırıq. Efirdə hər gün yeni biliklərlə görüşünüzə gələn məktəbimizin mənəvi səsi, gələcəyin işığı FM radiosudur. Mən 7-ci V sinif şagirdi Əliyeva Nuray bugün təqvimdə çox xüsusi, qəlbimizi isidən və hər birimiz üçün çox önəmli olan bir mövzu haqqında danışacağım. Təqvimimiz 15 may tarixini göstərir. Bugün bütün dünyada və ölkəmizdə Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Gəlin həyatımızın mənası, ən böyük güc mənbəyimiz və ilk məktəbimiz olan ailə haqqında birlikdə düşünək və bu günün dəyərini daha dərindən dərk edək. Dünyada Ailə Günü ailə dəyərlərinə diqqət çəkmək və ailənin cəmiyyətdəki rolunu uca tutmaq üçün qeyd edilir. Amma biz Azərbaycanlılar üçün ailə anlayışı sadəcə təqvimdəki bir gün deyil, minilliklərdən bəri süzülüb gələn, bizi ayaqda tutan ən güclü qaladır. Ailə sadəcə eyni evdə yaşayan insanlar birliyi deyil, o sevginin, bir-birinə dayaq olmağın və sonsuz inamın qovuşduğu ən saf məkandır. Biz dünyanı valideynlərimizin gözü ilə tanıyır, ilk sözlərimizi onlardan öyrənir, həyatı ilk addımlarımızı onların güclü əllərindən tutaraq atırıq. Yıxılanda bizi qaldıran hər bir uğurumuzda bizimlə birlikdə uşaq kimi sevinən ilk insanlar məhz ailə üzvlərimizdir. Ailə elə bir yerdir ki, orada insan heç bir şərt qoyulmadan sevilir və olduğu kimi qəbul edilir. Orada tapdığımız rahatlığı və huzuru dünyanın heç bir yerində tapa bilmərik. Azərbaycan xalqının milli kimliyində ailə hər zaman toxunulmaz və uca sayılıb. Bizim tərbiyəmizin təməlində böyüyə hörmət, kiçiyə qayğı və valideynlərimizi sevmək dayanır. Atalarımız nahaq yerə deməyib ki, ailə kiçik bir dövlətdir. Doğrudan da ailə təməli möhkəm olan millətin dövləti də sarsılmaz və qüdrətli olar. Bugün məktəb həyatında uğur qazanırıqsa, olimpiyadalarda qalib gəliriksə və ya yaxşı bir insan kimi yetişiriksə, bunun arxasında hər zaman bizə inanan, bizim üçün yuxusuz qalan valideynlərimizin sonsuz zəhməti durur. Onların sevgisi bizim qanadlarımız, xeyir-duaları isə gələcəyə açılan ən işıqlı yolumuzdur. Ailə həm də böyük bir məsuliyyətdir. Hər bir-birimizin kədərinə şərik olmaq və sevinci bölüşmək bizi daha yaxşı bir insan kimi yetişdirir. Biz ailədə paylaşmağı, fədakarlığı və çətinliklərə qarşı birgə mübarizə aparmağı öyrənirik. Əziz məktəb yoldaşlarım, bəzən dərslərin çoxluğundan, imtahan həyəcanından və ya gündəlik kiçik işlərdən ailəmizə yetərincə vaxt ayırmağı, onlara sadəcə bir gülümsəmə bəxş etməyi unuduruq. Lakin unutmayın ki, dünya nə qədər sürətlə dəyişsə də, heç bir telefon, heç bir internet dostluğu ailənin verdiyi o səmimi istiliyi əvəz edə bilməz. Heç bir bahalı əşya, anamızın bir baxışı, atamızın bir kəlmə nəsihəti qədər dəyərli deyil. Ailə bizim ən çətin günlərdə sığınacağımız yeganə və etibarlı limandır. Bugün bizə bir daha xatırladır ki, yanımızda olan bu əziz insanların qədrini zamanında bilməliyik. Onlara qayğı göstərmək, dərslərimizlə onları sevindirmək bizim həm insani, həm də övladlıq borcumuzdur. Onların üzündəki bircə təbəssüm bizim bütün yorğunluğumuzu aparmağa yetər. Unutmayaq ki, biz gənclər sabahın ailə quran fərdləriyik. Bugün öz ailəmizdə gördüyümüz o gözəl və nəcib nümunələri gələcəkdə öz quracağımız yuvalara daşıyacağıq. Ailə bağlarımız nə qədər güclü olsa, cəmiyyətimiz də bir o qədər sağlam və xoşbəxt olar. Gəlin ailəmizin bizə verdiyi bu böyük mənəvi gücü qoruyaq və onu hər şeydən üstün tutaq. Dəyərli dinləyicilər, Beynəlxalq Ailə Gününə həsr olunmuş xüsusi radio verilişimizin sonuna gəldik. Bugün evə gedəndə valideynlərinizi, bacı və qardaşlarınızı səmimi qəlbdən qucaqlayın, onlara var olduqları üçün çox sağ ol deyin. Hətta onlara kiçik bir sürpriz edin. Sevdiyinizi deyin. Çünki sevgi paylaşıldıqca ailə bağları daha da poladlaşır. Unutmayın ki, sizin bu dünyadakı ən böyük xəzinəniz, ən möhkəm qalanınız ailənizdir. Sizinlə mən idim. 7-ci V sinif şagirdi Əliyeva Nuray. Gələcəyin işığı FM radiosu adından bütün ailələrə huzur, sonsuz xoşbəxtlik və sevgi dolu günlər arzulayıram. Növbəti zəngə qədər özünüzü qoruyun, sevdiklərinizə zaman ayırın və hər zaman sevgi ilə qalın. Sağ olun, ailənizlə bəxtiyar qalın.